Bütün Sovetin çörəyini verən, amma özü salyarka ilə çimən əfsanə. Niva kombaynının ürəyi əslində nəyə qadir idi? Siz videonu bəyənib kanala abunə olun, mən isə keçirim hekayəmizə. Qardaşlar, gəlin dürüst olaq. Nivanın ən can alıcı yeri onun zəhmli mühərriki, yəni əsl ürəyi idi. İllər keçdikcə bu dəmir canavara fərqli mühərriklər qoydular. Əvvəl dedilər 100 at gücündə olan SMD bir qab bəsidir. Sonra gördülər ki, yox, bizim bu mexanizatorlara bu azdır. Tarla dağ dərədir sanki. Keçdilər təxminən 120 at gücü verən daha vəhşi SMD 19 və 20K modellərinə. Hələ mən sizə ən bomba versiyanı deyim. Sonrakı Niva effekt modellərinin üstünə bir dənə də turbo qoydular. At gücü qalxdı 155-ə. Kombayn deyil, elə bir qanadsız təyyarə uçurdu sahədə. Bəs bu boyda əjdaha nə qədər yanacaq içirdi deyə sual versən, üstündə düz 300 litrlik bak var idi. Yəni səhər tezdən zapravkanı elədiyin vur qabağına, ta ki kombaynı qəşəm dayının belə ağrıyana qədər sahədən çıxmaq, tormuz vermək yox idi. İşin ən ləzzətli tərəfi isə sərfiyyat idi. Tarlanın vəziyyətində məhsulun növündən asılı olaraq bir ton buğdanı döyüb tökmək üçün cəmi 3-6 litr arası dizel vururdu. İnsafla desək, o boyda dəmir yığını üçün bu rəqəm heç nə idi. İndi isə rəylərdə dürüstcə yazaq qardaşlar. İndiki 10 milyon manatlıq, içi kondisionerli müasir kombaynlar dözümlülükdə bizim bu qoca Nivanın tozuna çata bilərmi? Yoxsa təzələr ancaq bəzək düzəkdir? Bəs sizin fikrinizlə indiki dövr üçün hansı müasir modellər daha yaxşıdır? Şərhlərdə yazmağı unutmayın. Sabaha qədər.